Muzeydə narahat olmağa başlayıblar. Deyirlər çoxdandır Səidə xaladan bir xəbər ətər yoxdur. Xalça toxumağa vaxtım yoxdur. Heyf. Bu xalçanı qutaran kimi göndərin də Bakıya. Rıza icazə versin. Rıza kimdir, ərvizdir? Oğlumdur. Əvvəllər də ondan icazə alırdı. Əvvəl uşaqdır. İndi evin böyüyüdür. Bəs Rıza nə vaxt gələcək? Sabah ya da birisi gün. Naxırı gətirməlidirlər. Hə. Bu çayın nə qərib ətri var? Bir ot var. Soyuq dəymənin dərmanıdır. Həmin otdan dəmləmişik. Bu zəhrimar soyuq dəymə elə məndə anadan gəlmədi də. Bizim dağların otu əsl dərmandır. Bütün xəstəliklərin əlacını tapmaq olar burada. Apar özünlə Bakıya, gərəyin olar. Qorxuram o otları elə qarışıq salım ki, sonra bütün dünyanın həkimləri yığışıb bura gəlsələr də mənim dərdimin əlacını tapmasınlar. Mən onları yığaram sənin üçün. Sabah tezdən durmalıyıq. Salam, sabahınız xeyir. Hər vaxtın xeyir. Vay! Qorxdun. Ay seni. Yoxsa mənim üçün yıxırsan bunları? Hı? Deməli, mən onların hamısını yiysəm, düz 100 il yaşayacağım. Öləndə də sappa-sağlam öləcəm, hə? Özün bil, inanmırsan inanma. Anam deyir ki, harda inam yoxdursa, orada güman da yoxdur. Bu otları yığmaq o qədər də asan deyil. Hərəsinin öz xasiyyəti var, dərmək vaxtı var. Gərək yaxşı bələd olasan bunlara. Əgər vaxtında dərməsən, heç bir xeyir verməz.
Bax bunu yağışdan sonra yığmaq lazımdır. Bu otu o başdandan, gün çıxmamışdan. Bunusa şehli gərək dərəsən. Bax bunu mütləq gündüz yığmaq lazımdır. Gün gərək canını qızdırsın bunun. Bunlar ki belə böyük əzab əziyyətdən yığılır, düzü... Bu otlardan çay dəmliyib içməyə mənim vicdanım yol verməz. Yaxşısı budur, mən belə eləyərəm. Sənin yığdığın otları qurudu basaram. Hər gün səhər gözlərimi açıb, yuxudan duranda o otlara baxıb səni xatırlaram, Leyli. Dalımca gəl. Gümüş göl deyirlər bu gölə. Burada çimmək olmaz, suyundan da içmək olmaz. Müqəddəs göldür. Heç bura gəlirlər. Gəlirlər niyyət yoxlamağa. Kim ürəyində nə istəsə tutur. Əgər niyyəti xeyirdirsə, muradına çatacaq. Bəd niyyətlə gəlmək olmaz bura. Yoxsa göl qəzəblənər, köpüklənər, aşıb daşar, bildin? Lap qədimlərdə qala varmış orada. Bu göl elə adicə göl imiş. Xanın qala sahibinin 4 arvadı varmış. Kiçik arvadı çoban qızını hamıdan çox sevərmiş xan. Bir dəfə xan uzaq bir səfərə çıxır. Yerinə öz sevimli arvadını qoyur. Çoban qızı el-obanın dərdinə qalır. Rəhmi səxavəti ilə ad qazanır. Xanın o biri arvadları paxıllığın çəkirlər bunun. Xan səfərdən qayıdan kimi qulağını doldururlar, şərləyirlər çoban qızını, deyirlər xəyanət eləyib sənə. Axır ki, inandırırlar xanı. O da əmr eləyir ki, sübh tezdən çoban qızını batırsınlar göldə. Nə qədər yalvarıb yaxarır, andaman eləyir qız, xan dediyindən dönmür. Onu gətirirlər gölün qırağına, gün doğar doğmaz, atırlar həmin bu gölə. Amma çoban qızı göldə batmır. Suyun özü ilə elə addımlayır. Deyirsən bəs torpağın üstə yeriyir. Beləcə gedib çıxır o biri tərəfə. Günahsız olduğu aydın olur. Xan o dəqiqə böhtançı arvadlarını attırır gölə. Üçü də batıb ölür orada. O gündən yalan, böhtan, alçalıq qaladan ayağını çəkir. Bu göl olur müqəddəs, xeyir-şər ölçüsü. Adamlar burada çimməkdən qorxurlar. Qorxurlar ki, birdən günahları olar, batarlar. Mənsə qorxmuram. Bura gərək lap tezdən gələsən, sübh tezdən.